5 iyun 2025-ci il hava proqnozunu diqqətinizə çatdırıram. Sabah Qurban Bayramı günü leysan olacaq dəyərli izləyicilər. Burada zəhmət olmasa üstəgəl işarəsi var. Bir dəfə vurun, kanalımızı takip edin. Demək, iyunun 6-sında gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Statinfoya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli yağıntının olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 25-28 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti, dağlarda 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Paylaşın ki, hamının xəbəri olsun.